Salam əziz abituriyentlər və şagirdlər. Bugünkü mövzumuz söz birləşmələridir. Söz birləşmələri. Söz birləşmələri deyirik ki, 2 və yaxud da daha artıq, yəni bu 3 ola bilər, 4 ola bilər, fərqi yoxdur. Tərkiblərin daxilində biz bunları görə bilərik. 2 və ya daha artıq sözün məna və qrammatik birləşməsinə söz birləşmələri deyilir. Söz birləşmələrinin ümumilikdə 2 forması var. Biri sabit, bir də sərbəst. Sabit söz birləşmələri deyikdə biz nəyə nəzərdə tuturuq? Frazoloji birləşmələr. Ki, bu artıq leksika mövzusudur. Frazoloji birləşmələrdən biz leksika bölməsində bəhs eləmişik. Bizə hal-hazırda lazım olan, bugünkü mövzumuza uyğun olan bölmə sərbəst söz birləşmələridir ki, sərbəst söz birləşmələrində 2 növ var. Biri ismi birləşmə olacaq. İsmi birləşmə, bir də var feili birləşmə. İndi baxaq bu ismi birləşmələrdir, feili birləşmə nədir? Deməli, isim birləşmələrə biz təyini söz birləşmələri deyirik. Digər adı ilə belə yazaq buradan. Təyini söz birləşmələri. Ki, bunlar da biz köhnə qayda ilə desək, birinci növ, ikinci növ və üçüncü növ təyini söz birləşmələri. Eyni zamanda qeyri təyini isim birləşmələri aid edə bilər. Yəni, qeyri-təyini birləşmələr. Feili birləşmələr isə biz artıq tərkibləri nəzərdə tutmuş olacaq. Məsdər tərkibi, məsdər, feili sifət tərkibi, bir də feili bağlama tərkibi. Bunlar belə deyək ki, bizim söz birləşmələrimizin ümumilikdə sxemidir ki, söz birləşmələri deməli nəyə deyildi? 2 və yaxud da daha artıq sözün məna və qrammatik cəhətdən birləşməsinə söz birləşmələri neçə yerə bölündü? 2 yerə. Sabit söz birləşmələri, sərbəst söz birləşmələri, sabit söz birləşmələri, frazoloji birləşmələr, sərbəst söz birləşmələri isə ismi və feili birləşmələr olmaqla 2 yerə parçalandı. İsmi birləşmələr birinci, ikinci, üçüncü növümüz var və əlavə olaraq qeyri-təyinli birləşmələr, feili birləşmələrimiz isə məsdər, feili sifət və feili bağlama. İndi biz bir baxsaq ki, söz birləşmələri birinci növ təyini söz birləşməsi, ikinci növ, yəni ümumilikdə isim birləşmələri nədir, feili birləşmələri nədir? Bunlara baxaq biz. Əvvəla qeyd edək ki, sabit söz birləşməsi dedikdə biz nəyə nəzərdə tuturuq? Frazoloji birləşmələr. Bəs sərbəst dedikdə nəyə nəzərdə tuturuq? Sərbəst birləşmələr, sərbəst. Yəni biz bu birləşmələri nə edirik? Özümüz yaradırıq. Sabit söz birləşmələri isə, yəni frazoloji birləşmələr dildə hazır şəkildə olur. Bu, bunların fərqidir. Və əlavə olaraq sərbəst söz birləşmənin, belə deyək də, əsasən düzdür, parçalanmır, amma parçalana bilən də var. Yəni, parçalana bilər. Amma sabit söz birləşmələrində bu qeyri-mümkün edir. Aha, indi birinci başlayasaq isim birləşmələrə. İsim birləşmələr. Deməli, ismi birləşmələri demişdik ki, birinci növ təyini söz birləşmələri var ki, sxem necə olacaq? Birinci tərəfi 0 plus 0. Yəni, həm birinci tərəfi şəkilçisiz olur, həm də ikinci tərəfi şəkilçisiz olur. Bu demək deyil, hər hansısa bir qrammatik şəkilçi qəbul edə bilməz. Xeyr, qrammatik şəkilçi qəbul edə bilər. Sadəcə olaraq bu söz birləşməsini yaratmaq üçün bizim xüsusi bir qrammatik şəkilçiyə ehtiyacımız yoxdur. Məsələn, deyirik ki, gözəl hava. Burada hər hansı bir qrammatik şəkilçiyə ehtiyacımız yoxdur. Ancaq bu bütövlükdə birinci növ təyini söz birləşməsi hesab olunur ki, birinci növ təyini söz birləşmələrinin birinci tərəfi olacaq bizim asıl sözümüz, yəni birinci tərəf asılı. İkinci tərəfimiz isə deyəcəyik əsas söz.
Ümumiyyətlə bu nəinki isim birləşmələrdə, fe'li birləşmələrdə, daha doğrusu nəinki birinci növ, ikinci növdə, ümumiyyətlə bütün fe'li və isim birləşmələrdə biz deyirik ki, birinci tərəf asıl tərəf, ikinci tərəf isə əsas tərəf hesab olunur ki, ikinci tərəf anlayışı burada şərti məna daşıyır. Yəni ən axırıncı sözə biz ikinci tərəf kimi yanaşırıq. Düzdür, bəzən yer dəyişmələr ola bilər, amma qayda olaraq deyirik birinci tərəfimiz asıldır, ikinci tərəfimiz əsasdır. Və biz söz birləşməsinin növünü, yəni ismi yoxsa fe'li birləşmə olduğunu əsas tərəfin ifadə vasitəsinə görə tapırıq. Hal-hazırda gördüyümüz söz birləşməsinin əsas tərəfi isimlə ifadə olunmuşdur. Eyni zamanda asıl tərəf nə ilə ifadə olunur? Sifətlə. Aha. Birinci növ təyinli söz birləşməsinin xüsusiyyəti nədir? Özünə məxsus xüsusiyyət odur ki, parçalana bilir. Cümlə daxilinə baxsaq biz, məsələn deyirəm ki, imtahanda savadlı uşaqlar seçilirlər. Nə edirlər? Seçilirlər. Kim? Uşaqlar. Hansı uşaqlar? Savadlı uşaqlar. Nə zaman seçilirlər? İmtahanda. İmtahan zamanı. Artıq burada savadlı və uşaqlar sözü birləşərək bütövlükdə bir dənə söz birləşməsi yaratmışlar. Yəni hal-hazırda bu birinci növ təyinli söz birləşməsidir. Birinci növdür. Asıl tərəfi sifətlə ifadə olundu. Əsas tərəf isə isimlə ifadə olundu. Və gördüyünüz kimi birinci növ həqiqətən də parçalana bilən söz birləşməsidir. Bəs cümlə daxilində biz bunları nə cür tapaq ki, bu birləşmədir? Asıl tərəf demək olar ki, izah edici sözlərlə ifadə olunur. Birinci növ təyinli söz birləşməsinin asıl tərəfi izah edici sözlərlə ifadə olunur. Məsələn, gözəl film, maraqlı rəqs, göz oxşayan mənzərə, uca dağlar, qədim əşyalar, köhnə dost, bunların hamısı birinci növ kimi biz yanaşa bilərik. Gördüyünüz kimi hamısında birinci tərəfimiz nədir? İzah edici söz. Məsələn, qırmızı alma. Necə alma? Məsəl üçün, uzaq yol. Necə yol? Maraqlı əsər. Necə əsər? Gördüyünüz kimi bunların hamısında asıl tərəfləri nə edir? İzah edici olur. İzah edici söz qismində çıxış eləmiş olur. Birinci növ təyinli söz birləşmələri gördüyümüz kimi parçalana bilən söz birləşmələrdir. Və deyirik ki, istisnalarımız da özünü göstərmiş olacaq. Bunlar nədir? Məsələn, deyirəm ki, bir dəqiqə. Hər tərəf gözəldir. Necədir? Gözəldir. Hara? Hər tərəf. Hər tərəf. Hər tərəf burada. Hər olacaq bizim əvəzliyimiz. Tərəf olacaq isim. Ancaq birləşərək bütövlükdə bir söz birləşməsi yaradıblar. Biz artıq söz birləşməsinin parçalanmamasına nə cür qərar verəcəyik? Məsələn, gözəldir, hara, tərəf, hansı tərəf, hər tərəf. Belə deyə bilməyəcəyik, çünki məntiqsizlik yaranır. Bir məntiqsizlik yaranırsa, biz nə etməliyik? Bütövlükdə bir cümlə üzvü kimi qəbul etməliyik. Məsələn, deyirəm ki, yeni il yaxınlaşır. Nə edir? Yaxınlaşır. Nə il, hansı il, yeni il bu formada deyə bilmərik. Yaxınlaşır nə? Yeni il. Nə? Yeni il. Yenə gördüyümüz kimi yeni il burada parçalana bilməyən birinci növ təyinli söz birləşməsi kimi qəbul olunmuş olacaq.
Aha. Sonra ikinci növ təyin söz birləşməmiz gəlir ki, ikinci növ təyin söz birləşməsinin birinci tərəfi 0, yəni qeyri-müəyyən yiyəlikdə. İkinci tərəf isə, bu olsun birinci tərəfi. İkinci tərəf isə üçüncü şəxsin mənsubə şəkilçisini qəbul edəcək. Deməli, birinci tərəf asıl tərəfi qeyri-müəyyən yiyəlik halda, əsas tərəf isə üçüncü şəxsin mənsubə şəkilçisini qəbul etmiş olacaq. Məsələn, deyirəm ki, Dağlar qızı. Reyhan. Hə. Hansı Reyhan? Dağlar qızı Reyhan. Bütövlükdə gördüyümüz kimi ikinci növ təyin söz birləşməsi bir cümlə üzvü vəzifəsindən çıxış edəcək. Yəni, ikinci növ təyin söz birləşməsi heç bir zaman parçalanmır. Həmişə cümlənin bir üzvü kimi qəbul olunur. Və asıl tərəfi görürük ki, şəkilsiz olsa da, yiyəlik halda qəbul ediləcək. Yəni, dağlar qızı, dağların qızı. Asıl tərəfində isə üçüncü şəxsin mənsubə şəkilçisini biz görmüş oluruq. Məsələn, deyirəm ki, oynamaq həvəsi tükənmir. Nə etmir? Tükənmir. Nə həvəsi? Nəyin həvəsi deyə bilmərik. Bütövlükdə nə deyəcək? Nə tükənmir? Oynamaq həvəsi. Ümumiyyətlə, biz bilirik ki, kimin, nəyin, hər hansı sualları sintaksis bölməsində demək olar ki, yoxdur. Oynamaq həvəsi ikinci növ təyin söz birləşməsi kimi qəbul olunacaq. Və qeyd edək ki, bəzi ikinci növlər var ki, onları biz ümumiyyətlə müəyyən yiyəlik halda düşünə bilmərik, amma böyük əksəriyyətini düşünə bilirik. Məsəl üçün, oynamağın həvəsi tükənmir, hal-hazırda burada müəyyən yiyəlik halda çevirmək mümkün deyil. Oynamağın həvəsi deyə bilmərik. Buranın şəkilçisi artıra bilmərik. Amma deyirəm ki, kənd yolu mənzərəli idi. Necə idi? Mənzərəli idi. Nə? Kənd yolu. Eyni zamanda biz buna kəndin yolu da deyə bilərik. Yəni, kənd sözünün müəyyən yiyəlik halda çevirmiş olar. Əgər biz müəyyən yiyəlik halda çevirmiş olsaq, onda deyəcək ki, kənd yolu ikinci növ yox, artıq üçüncü növ hesab olunur. Aydındır mı? Aha. İkinci növlə üçüncü növ təyin söz birləşmələrinin fərqi nədir? İkinci növdə dedik ki, birinci tərəf, yəni asıl tərəf qeyri-müəyyən yiyəlik halda. İkinci tərəfimiz isə üçüncü şəxsin mənsubə şəkilçisini qəbul edir. Üçüncü növ təyin söz birləşmələrində isə birinci tərəfimiz olacaq müəyyən yiyəlik halda. İkinci tərəfimiz isə istənilən şəxsin mənsubə şəkilçisini qəbul edə bilər. Məsələn, deyirəm ki, Əlinin arzusu oxumaqdır. Nədir? Oxumaqdır. Nə? Əlinin arzusu. Və fikir verdiyiniz kimi, üçüncü növ təyin söz birləşmələrdə parçalana bilməyən söz birləşməsidir. Yəni, ikinci növdə olduğu kimi. Qətiyyən onun tərəflərinə ayırmaq olmaz. Yəni, aslı və əsas tərəfin ayrı-ayrı cümləsi kimi qəbul etmək olmaz. Bunları hökmən yadda saxlamalıyıq. Çünki sintaktik təhlil zamanı, belə deyək də, bu məsələlərlə tez-tez bizi çaşdıra bilirlər. Nəinki sintaktik təhlildə, əlavənin özündə olsun, əlavənin aid olduğu cümlə üzvü olsun, həmcinslikdə olsun. Bu məsələlərin söz birləşməsi ümumiyyətlə, mən deyərdim ki, sintaksis bölməsinin bünövrəsidir. Mütləq söz birləşmələri mükəmməl şəkildə öyrənmək lazımdır. Aha. Bəs üçüncü növlə ikinci növün fərqi nədir? Gördük ki, ikisi də parçalana bilmir. Bu ortaq xüsusiyyətləridir. Fərqli cəhətləri birinci dediyimiz kimi, ikinci növün asıl tərəfi qeyri-müəyyən, üçüncü növün asıl tərəfi isə müəyyən yiyəlik halda olur. Bundan başqa, ikinci növün əsas tərəfi yalnız üçüncü şəxsin təkinin mənsubə şəkilçisini qəbul etdiyi halda, üçüncü növdə fərqi yoxdur. İstənilən şəxsin mənsubə şəkilçisini qəbul edə bilər. Həm təkin, həm cəmi. Aha. Bundan başqa biz deyirik ki, ikinci növün tərəfləri arasına, məsələn, oyun havası. Oyun havası. Bir də deyirəm ki, məsəl üçün, uşaqların fikri. Aha.
Gördüyümüz kimi bu ikinci növ, bu isə üçüncü növ hesab olunacaq. Aha. İkinci növ təyinli söz birləşməsinin tərəfləri arasında söz daxil etmək olmur. Əgər biz söz daxil etməyə çalışsaq, asıl tərəf artıq nə edir? Müəyyən yerə çevrilmiş olur. Oyunun havası ümumiyyətlə demək məntiqsiz bir şeydir. Söz daxil etmək də onsuz da mümkün olası deyil. Amma uşaqların fikri deyirəm, uşaqların gözəl fikri, nə bilim, uşaqların gözəl və hamı tərəfindən qəbul olunmuş bir nömrəli fikri. Gördünüz, üçüncü növün tərəfləri arasında istənilən qədər söz daxil eləmək olar. Yəni, burada bir məhdudiyyət yoxdur və hamısı bütövlükdə bir cümləsi kimi qəbul olunur. Amma gördüyünüz kimi, bax, oyun havası. Tərəflər arasında söz daxil edə bilməzsən və yaxud da deyirəm ki, məktəb yolu. Biz artıq bura söz daxil etməyə çalışsaq, məsələn, məktəb yolu necə yolu? Gözəl yol yazaq da, məktəb, gözəl yolu. Artıq görəcəyik ki, birbaşa şəkilçi qəbul olunur. Məktəbin gözəl yolu. Yəni, nə edir? Məktəb sözü müəyyən yerə çevrilmiş olur ki, bu da bütövlükdə nə olacaq? Üçüncü növ. Biz artıq bunu da bilmiş olduq ki, ikinci növün tərəfləri arasında söz daxil etmək olmur, ancaq üçüncü növün tərəfləri arasında rahatlıqla söz daxil edə bilərik. Bundan başqa, birinci növbədə biz aid edə bilərik ki, tərəflər arasında söz daxil olmur. İstisna kimi, məsələn, deyirəm ki, gözəl hava, gözəl bir hava, nə bilim, gözəl bir fikir, yaxşı bir insan, bir ədatdır. Bax, buradakı bir ədatın birinci növün tərəflər arasında daxil etmək mümkündür. Bu, ümumilikdə bizim ismi birləşmələrimizdir. Bundan başqa, bir də qeyri-təyinli birləşmələr var ki, onlar da biz ismi birləşmə kimi qəbul edirik ki, bax, bu qurduğumuz sistemlərin heç birinə daxil olmayan birləşmələrə, ismi birləşmələrə biz qeyri-təyinli birləşmələr deyirik ki, burada tərəflər müxtəlif şəkilçilərindən düzələ bilər, müxtəlif ifadə vasitələrindən düzələ bilər. Məsəl üçün, deyirəm ki, hamıdan gözəl. Hamıdan gözəl sənsən. Sənsən, nə? Hamıdan gözəl. Qeyri-təyinli birləşmələr də gördüyünüz kimi parçalanmayan birləşmələrdir. Və aslı tərəfində hal-hazırda görürük biz hal şəkilçisi var. Əsas tərəfində isə hər hansı bir şəkilçi yoxdur. Və yaxud deyirəm ki, gözləri yaşlı qadın gəldi. Nə etdi? Gəldi. Kim? Qadın. Hansı qadın? Gözləri yaşlı qadın. Burada da gördüyümüz kimi birinci tərəf həm cəm, həm münsibət şəkilçi qəbul edib. İkinci tərəfimizdə isə hər hansı bir qrammatik şəkilçi yoxdur. Aha. Və nə hesab olunacaq? Bunların hər ikisi qeyri-təyinli birləşmələrdir. Yəni, bunlar da isim birləşmə kimi qəbul olunur. Ancaq parçalanmayan birləşmələrdir. Belə. Sonra keçək fe'li birləşmələrimizə. Fe'li birləşmələr. Fe'li birləşmələrin dediyimiz kimi əsas tərəfi təsriflənməyən fe'llərdir. Yəni, məstər, fe'li sifət və fe'li bağlama ilə ifadə olunacaq. Deməli, fe'li birləşmələr nəyə deyilir? Əsas tərəfi məstər, fe'li sifət və fe'li bağlamalarla ifadə olunan birləşmələr ki, biz bunlara eyni zamanda tərkiblər də deyirik. Burada əsas məsələmiz nədir? Nəyi biz birləşmə kimi qəbul edirik? Və yaxud da birləşmə hardan başlayır? Harada bitdiyini biz bilirik. Yəni, fe'li sifət və yaxud da fe'lin təsriflənməyən digər formaları birləşmə bitəcəyi yerdir. Çünki əsas tərəfdir. Amma asıl tərəf və hansı hissədən qəbul edirik? Buna baxaq. Deyirəm ki, dünən dərsə gələn uşaq indi yoxdur. Deməli, biz ilk öncə cümlə daxilində xəbərimizi tapırıq. Yoxdur. Kim? Uşaq. Hansı uşaq yoxdur?
dərsə gələnmi, yoxsa dünən dərsə gələnmi? Bunu tapmaq üçün biz feili sifətdən soldakı sözləri, ümumiyyətlə, feilin təsriflənməyən formasından soldakı sözləri xəbərlə əlaqələndirməyə çalışmalıyıq. Hansı söz xəbərlə həm məna, həm qrammatik əlaqəyə girirsə, o müstəqil cümlə olacaq. Yox, yerdə qalan sözlər tərkibə daxil olacaq. Bax, dərsə yoxdur, dünən yoxdur deyə bilmərik. Çünki burada indi zaman zərfini vermişik. Nə zaman yoxdur? İndi yoxdur. Kim? Uşaq. Hansı uşaq? İndi yoxdur. Dünən dərsə gələn uşaq. Yəni gördüyümüz kimi bütövlükdə feili sifət tərkibi oldu. Ana şəkilçisini biz burada görürük. Bütövlükdə nə oldu? Feili sifət tərkibi. Yəni dünən yoxdur, çünki məntiqsizlik yaradırdı. Və yaxud da deyirəm ki, dünən kitab oxumaq daha asan idi. Asan idi nə? Dünən kitab oxumaq. Burada nə oldu? Məsdər tərkibi. Və yaxud deyirəm ki, kəndə gələndə şəhər yaddan çıxır. Nə edir? Yaddan çıxır. Nə? Şəhər. Şəhər nə zaman yaddan çıxır? Gələndə deyə bilmərik. Onda kəndə yoxdur, kəndə yaddan çıxır. Əlaqə olmayacaq. Deyirik, şəhər nə zaman yaddan çıxır? Kəndə gələndə. Burada da feili bağlama tərkibi oldu. Yəni, əsas tərəf sonuncu sözümüzün ifadə vasitəsinə görə biz tərkibin növünü müəyyənləşdirəcəyik. Feili sifətli ifadə olunsa feili sifət tərkibi, məsdərli ifadə olunsa məsdər tərkibi, feili bağlamadırsa deyirik, feili bağlama tərkibi ilə ifadə olunmuşdur. Aha. Deyirəm ki, Əliyə kömək lazımdır. Lazımdır nə? Kömək kimə lazımdır? Əliyə. Burada hər hansısa bir tərkibdən söhbət gedə bilməz. Hər hansısa bir söz birləşməsindən söhbət gedə bilməz. İndi yazıram ki, Əliyə kömək etmək lazımdır. Lazımdır nə? Kömək etmək. Kimə lazımdır? Əliyə lazımdır. Gördünüz? Əliyə sözü artıq gəlib bizim xəbərimizlə əlaqələndiyinə görə kömək etmək ayrıca cümlə üzvü, Əliyə isə ayrıca cümlə olacaqdır. Yox, Əli sözü lazımdır sözlə əlaqələnməsəydi, biz yəni onu tərkibə daxil eləyərdik. Məsələn, deyirəm ki, Əliyə kömək etmək bizim borcumuzdur. Nədir? Bizim borcumuzdur. Nə? Əliyə borcumuzdur deyə bilərik. Xeyr. Bizim borcumuzdur. Nə? Əliyə kömək etmək. Burada isə artıq mübtədənin ifadə vasitəsi iki dənə sözdən ibarət olduğu üçün deyir ki, nədir? Məsdər tərkibi. Bax, bu da bizim məsdərimiz. Deyir, məsdər tərkibidir. Amma yuxarıda isə kömək etmək, ol, et, bil, qıl sözləri, yardımcı sözlər olduğuna görə biz dedik söz birləşməsinin tərkibində ən azı iki dənə müstəqil mənalı söz olmalıdır. Et köməkçi söz olduğuna görə, yəni kömək etməyə biz bir söz kimi yanaşacağıq da. Buna görə deyirik ki, mübtədənin ifadə vasitəsi yalnız məsdərdir. Aşağıda isə məsdər tərkibi. Niyə? Çünki əli sözü də məsdərdən asılı halda idi. Bax, belə. Yəni, feili birləşmələr əslində çətin bir şey deyil. Sadəcə xəbərlə əlaqələnməyə fikir vermək lazımdır. Məsələn, deyirəm ki, dərsə gedəndə mənim kitabım var.
Baxaq burada, görək tərkib varmı? Ümumiyyətcə tərkib varsa nə tərkibidir? Buna baxaq. Var. Nə? Mənim kitabım. Kimdə var, yoxsa nə zaman var deyək? Nə zaman mənim kitabım var? Belə mi uyğun gəlir, yoxsa kimdə var? Təbii ki, kimdə var. Dərsə gedəndə var. Kimdə? Dərsə gedəndə. Hə. Deməli, burada get sözün kökü, ən fe'l sifət şəkilçisi, dada isə yerli hal şəkilçisidir. Yəni, buradakı anda, əndə deyə bir şey yoxdur. Amma deyirəm ki, dərsə gedəndə dada ayrı olmalı. Məni də gözlə. Nə et? Gözlə. Kimi? Məni. Məni nə zaman gözlə? Dərsə gedəndə. Hə. Dərsə gedəndə. Artıq burada get sözün kökü, anda əndə isə bizim fe'li bağlama şəkilçimizdir. Burada deyirik zərfliyimiz fe'li bağlama ilə ümumiyyətlə fe'li bağlama və fe'li bağlama tərkibləri yalnız zərflik vəzifəsindən çıxış edir. Yuxarıda isə fe'li sifət tərkibini biz görmüş olduq. Belə. İndi başqa məsələ deyək ki, bəzən ismi birləşmələrin, biz deyirik ki, ismi birləşmələrin əsas tərəfi adlarla ifadə olunur. Lakin bəzi hallarda görə bilərik ki, fe'lin təsriflənməyən formaları da ismi birləşmə roluna çıxış edə bilər. Ümumiyyətlə, isimdir, sifətdir, saydır, zərfdir, əvəzlikdir, məstərdir, bir də fe'li sifət ismi birləşmənin əsas tərəfi kimi çıxış edir. Fe'li birləşmənin asıl tərəfləri isə yalnız fe'li sifət, fe'li bağlama və məstərdir ki, indi bunların fərqi nədir? Bax, bizim düsturumuz var da, birinci tərəf yiyəlik, ikinci tərəf mənsubət şəkilçisi varsa, əsas tərəfin ifadə vasitəsinin önəmi yoxdur. Biz buna nə deyəcəyik? İsim birləşmə. Yəni, birinci tərəfdə yiyəlik, ikinci tərəfdə mənsubət şəkilçisi varsa, bu söz birləşməsinə biz isim birləşmə deyirik. Yəni, mənim dostum və yaxud da mənim oxumağım. Bunların hər ikisi ismi birləşmədir. Heç bir fərq yoxdur. Niyə? Çünki birinci tərəfdə yiyəlik, ikinci tərəfdə də mənsubət şəkilçisi özünü göstərmiş olur. Yəni, bizim yazdığımız bu düstura uyğundursa, birinci tərəf yiyəlik, ikinci tərəf mənsubət. Bunların hər ikisinə biz nə deyəcəyik? Üçüncü növ təyini söz birləşməsi. Qutardı getdi. Yəni, ismi birləşmə. Belə. Sadəcə, əsas tərəfimiz nə ilə ifadə olundu? Məstərlə. Deməli, bizə desək ki, ismi birləşmələrin əsas tərəfi bəzən feillərlə də ifadə olunur. Deyirik ki, bəli, düzgün fikirdir. Aha. Bəs asıl tərəfi feillə ifadə oluna bilərmi ismi birləşmələrin? Təbii ki. Məsələn, oxumağın faydası. Oxumağın faydası. Asıl tərəfimiz məstərin ifadə oldu və yaxud da danışan adam. Birinci növ təyin söz birləşməsidir, yəni asıl tərəfi fe'l sifətlə ifadə olunmuş oldu. Hə, fe'li bağlamalar bəs isim birləşmənin asıl tərəfi kimi çıxış edə bilərmi? Xeyr. Aha. Sonra bəzi bizim yazdığımız düstur var idi. Birinci tərəfi yiyəli, ikinci tərəf mənsub. Bir dənə yadda saxlayırıq ki, fe'li sifətin dık plus mənsubət şəkilçisin. Əgər bu şəkilçi ilə düzələn bir fe'li sifət birləşmənin əsas tərəfidirsə, bu hər bir halda nə olacaq? Fe'li birləşmə. Yəni, məsələn, deyirəm ki, mənim oxudum. Bu hər bir halda nədir? Fe'li birləşmə. Niyə? Çünki mənsubət şəkilçisi şəkilçinin öz zanındadır. Sonradan əlavə edilən bir şey deyil. Fe'li sifət şəkilçisinin özü ilə dık plus mənsubiyyəti olduğuna görə bu şəkilçi ilə düzələn fe'li sifətlərə biz yalnız fe'li sifət tərkibi kimi yanaşa bilərik. Aydındırmı? Aha. Digər hallarda əsas tərəfdə mənsubiyyət, asıl tərəfdə yiyəli hal şəkilçisi varsa, bu bir mənalı şəkildə isim birləşmə kimi qəbul olunacaq. İndi belə yazaq. Bura deyirəm ki, dərs oxumağım onu
sevindirir. Nedir? Sevindirir. Nə? Dərs oxumağım kimi onu. Aha. İndi burada biz görürük ki, mübtədadan ifadə vasitəsi məstərdir. Məstərdir və asıl tərəfində gördüyümüz kimi mənsub şəkilçisi var. İndi biz buna durub da öz yanımızdan isim birləşmə deyə bilmərik. Biz sistemi nə cür qurduq? Birinci tərəfdə yəli olsun, ikinci tərəfdə mənsub şəkilçisi olsun. Burada biz hər hansısa bir yerdə mənsub şəkilçisi, üzr istəyirəm, yəli hal şəkilçisi söz görmürük. İndi biz deyə bilmərik də özümüzdən mənim deyək. Yəni mənim əlavə eləyək. Buna bizim ixtiyarımız çatmır. Qrammatik cəhətdən biz yəlik plus mənsub şəkilçisini görməliyik. Əgər görəriksə deyək ki, bu isim birləşmədir. Yox, bu düsturu görmürüksə, yəni yəlik plus mənsubiyyət düsturunu görmürüksə, özümüzdən birləşmənin əvvəlinə yəlik hal şəkilçisi söz əlavə edib deyə bilmərik də bu isim birləşmədir. Hal-hazırda bu nədir? Fe'li birləşmə. Yəni əvvəlində yəlik hal şəkilçili söz varsa, olacaq nə isim birləşmə. Yoxdursa, elə fe'li birləşmə kimi qalır. Bu qədər sadə. Sonra söz birləşmələrində hansı məsələyə baxaq? Məsələn, deyir ki, söz birləşmələrinin başlanğıc forması nədir? Bu məsələyə baxaq. Başlanğıc forma anlayışı əslində eynidir. Bu nə deməkdir? Məsələn, deyirəm ki, bizim oxuduqlarımıza qiymət verin. Burada söz birləşməsinin başlanğıc forması dedikdə nəyə nəzər tuturuq? Yəni, söz birləşməsini yaradan hissə. Bu olacaq söz birləşməsinin başlanğıc forması. Bizim oxuduqlarımız. Bu hissə söz birləşməsinin başlanğıc formasıdır. Artıq Aə yönlü hal şəkilçisinin bu söz birləşməsinin yaranmasında hər hansısa bir rolu yoxdur. Ona görə deyirik ki, hal-hazırda bu birləşmə başlanğıc formadan çıxmış birləşmədir. Bizim oxuduqlarımız desəydi başlanğıc formaydı. Və yaxud da deyirəm ki, kəndin yolundan xəbəri yoxdur. Yoxdur. Nə yoxdur? Xəbəri. Nədən yoxdur? Kəndin yolundan. Kəndin yolunda tamamlıq vəzifəsinə çıxış eləmiş. Üçüncü növ təyinli söz birləşməsidir. Mən nəyə əsasən qərar verdim bu üçüncü növ təyinli söz birləşməsidir? Bax, bu hissəyə görə. Kəndin yolu. Yəni, buradakı n bitişdiricidir. Kəndin yolu. Artıq buradakı damdən şəkilçisinin, yəni yuxarıdakı kimi, söz birləşməsinin yaranmasında bir rol yoxdur. Və deyir ki, biz söz birləşməsini yaradacaq şəkilçilərdən əlavə bir şəkilçi verilibsə, o söz birləşməsində bu söz birləşməsi başlanğıc formadan çıxmış birləşmə hesab olunur. İndi məsələn, deyir ki, məsələn, uşaq arzusu maraqlı olur. Nədir maraqlı olur? Nə? Uşaq arzusu. Burada uşaq arzusu ilə söz birləşməsinin başlanğıc forması hesab olunacaq. Niyə? Çünki əlavə bir söz birləşməsini yaradan şəkilçidən sonra bir şəkilçi verməmişik. Məsələn, deyir, uşaq arzusundan xəbərin varmı? Bu artıq söz birləşməsindən çıxmış, başlanğıc formasından çıxmış söz birləşməsi hesab olunur. Sonra, söz birləşmələrinin quruluşundan danışsaq, ümumiyyətlə, sintaksisdə biz düzəltmə anlayışını istifadə edəmirik. Düzəltmə deyə bir şey yoxdur. Ya sadə, ya da mürəkkəb olur. Fərqi yoxdur, bu cümlədə ola bilər, bu söz birləşməsi də ola bilər. Ya sadə, ya mürəkkəb. Ayrı variantımız yoxdur. Yəni, düzəltmə anlayışını biz qoyduq harada? Morfologiyada. Söz birləşmələrdə quruluşda iki cür olacaq. Sadə və mürəkkəb. Sadə söz birləşmələri təbii ki, yalnız iki müstəqil sözdən ibarət olan söz birləşmələrdir. Yəni, deyirəm ki, ürək döyüntüsü. Ürək döyüntüsü.
Bu hal-hazırda sadə söz birləşməsidir. Bir də mürəkkəb ola bilər. Mürəkkəb söz birləşmələri. Məlum məsələdir ki, artıq mürəkkəb söz birləşmələrində də 3 və daha artıq müstəqil mənalı söz olmalıdır. Məsələn, deyirəm ki, ürəyin bitməyən arzusu. Artıq burada baxırıq ki, 1, 2, 3. 3 dənə müstəqil mənalı söz var və deyir ki, bu mürəkkəb söz birləşməsidir. Bizi nə cür çaşdıra bilərlər? Deyir ki, ən ağıllı uşaq. Biz yadda saxlamalıyıq ki, bizə lazım olan say müstəqil mənalı sözlərin sayıdır. Burada köməkçi nitq hissələrinin və yaxud da köməkçi feillərin heç bir önəmi yoxdur. Hal-hazırda biz baxırıq ki, burada 1, 2. Cəmi 2 dənə müstəqil mənalı söz var. 3 söz olsa da, müstəqil mənalı sözümüz 2 dənə. Deməli, bu söz birləşməsi nədir? Sadə. Sonra deyirəm ki, ən çox kömək edən. Hal-hazırda ilkin baxışda 4 söz kimi görünsə də, birincisi burada 1, 2, 3 sözümüz var. Çünki et sözü köməkçi feildir. 3 sözümüz olsa da, bunlarda müstəqil mənalı olanı çox, bir də kömək edəndir. Yəni, baxırıq ki, ən yəni burada köməkçi feildir. Deməli, birləşməmizin növü sadə olmuş oldu. Sonra deyirəm ki, hamıya yardım edən. Bu nə cür söz birləşməsi olacaq? Baxaq. Yəni, bir müstəqil mənalı söz, bu da ikinci müstəqil mənalı sözümüz. Yəni, sadə. Deyirəm ki, böyük şəhərdə olan. Dostum gəldi. Deməli, bəzən belə bir şey var. Söz birləşməsinin özünün aslı tərəfi də müəyyən bir söz birləşməsi ilə, tərkiblə ifadə oluna bilər. Məsələn, yəni söz birləşməsinin daxilində də bir söz birləşməsi ola bilər. Təhlil edək birinci cümləmizi. Nə etdi? Gəldi. Kim? Dostum. Hansı dostum? Böyük şəhərdə olan. Deməli, böyük şəhərdə olan dostum, belə deyək də, bu bütövlükdə birinci növ təyini söz birləşməsidir. Birinci növ, yəni ismi birləşmə. İsim birləşmə. Füzdə, böyük şəhərdə olan, böyük şəhərdə olan. Bu da olacaq feili sifət tərkibi, feili sifət tərkibi. Əlavə olaraq da, böyük şəhər, bunun özü təzədən yenə birinci növ təyini söz birləşməsi, yəni ismi birləşmə olacaq. Gördüyünüz kimi, söz birləşmələrinin daxilində də söz birləşməsi ola bilər. Sadəcə olaraq, yəni söz birləşməsinin parçalanmasının buna heç bir adiyyəti yoxdur. Yerinə görə parçalana da bilər, parçalanmaya da bilər. Amma söz birləşməsinin özü də aslı tərəf kimi çıxış edə bilər. Nümunədə də siz bunu görmüş oldunuz. Belə, söz birləşmələrində bacardığım qədər vacib məsələlərə toxundum. İnşallah ki, faydalı ola bilmişəm. Əlavə olaraq onlayn dərslərimiz üçün 050 735 75 63 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirəm.